Görək ürək döyüntüm neçədir, tez təzyiqimi ölçün, mənə su gətirin, yanımda olun, məni tək qoymayın, deyəsən mənə nəsə olur. Bir dəfə tək olanda qapalı bir yerdə panik atak keçirdib, ölüm qorxusunu yaşayıb, həmin stressdən çıxa bilmir. Başlayır tərləməyə, əlləri soyumağa, bəzən ayaqları əsməyə. Həmişə beyni ona deyir ki, indi yenə gələcək. Qısa nəfəslər almağa başlayır və dərin nəfəs ala bilmir həmin anda. Bu da səbəb olur ki, təşviş daha da yüksəlir. Hər yemək yeyəndə elə bilir ki, indi boğulacaq və ya hətta yeməyini yeyib bitirib, amma deyir, yox, buramda nəsə qalıb, hər qidadan istifadə eləmir, onu yemir, bunu yemir. Adam var liftdə, metroda, qapalı yerlərdə qalanda bu hissləri keçirməyə başlayır. Bəziləri isə yox, heç bir səbəbi olmadan. Şərti refleks yarandığı üçün həmin nəfəs bir balaca yolunda getməyən kimi beyin həmin o siqnalı ona verir ki, ölüm qorxusu var. Əmin ola bilərsiniz ki, panikdən heç kim ölməyib. Nevroz bir şey bilməlidir ki, onun əsas problemi onun düşüncələrindədir. Əziz dostlar, depressiya və panik atak zəif insanların problemləri deyil. Əksinə, bu onu göstərir ki, həmin adam uzun müddət güclü olub, özünə qarşı amansızcasına davranıb, əsəbi, stresi, kədəri içinə atıb, bildirməməyə çalışıb,